və burada 2 dənə nöqtəmiz var. Birinci nöqtəmiz bu hissədir. Bugünkü mövzumuz klin strukturu haqqında olacaq. Klin strukturu harda yaranır, necə yaranır və strukturun pozulma halları, onların hamısını çalışacağım izah edeyim. Yaranır maksimumlarda, bax, maksimumlarda və yaranır harda? Minimumlarda. Ona görə struktura uyğun bilmək olur ki, bu maksimumdur və yaxud minimumdur. İzah edirəm. İmpuls, korreksiya, impuls, korreksiya, impuls. Gördüğünüz kimi klin strukturu aşağıdan hardan başlayıb, buradan başlayan yeri, biten yeri de hardan? Bu hissədə. Görürsünüz dostlar, yəni struktur klin şəklindədir. Yuxarı baxan klin şəklində. Aydındır. Hər maksimum, növbəti maksimumu, keçmiş maksimumu keçir və qayıdır. Və növbəti maksimumu keçir, ondan sonra qayıdır. Onu da necə təyin etmək olur? Yəni strukturu çox görmüşsünüz böyük ehtimalla, amma ki şərtlərini izah edəcəm. Şərtləri necə ölçülür və pozisiyalara necə girilir, çalışacağım onları izah edeyim. Demək ki, ölçmək üçün bizə trend üzrə Fibonacci lazımdır. Adi Fibonacci yox, trend üzrə Fibonacci. Trend üzrə Fibonacci'ni götürürük, başlayan yerdən ölçürük, birinci nöqtəni qoyuruq. Struktur hardan impuls alıb ora. İkinci nöqtəni qoyuruq. Hardan ki korreksiya olub ora düz üzlərinə qoyulur. Üçüncü nöqtəni isə sıfır nöqtəsini gətirib qoyuruq. Hardan ki yenidən impuls alıb yuxarı ora. Nastroykalar hansıları saxlayasınız? 0, 0, 0,618, 1, 0,786. 3 dənəsini saxlasaz, qalanların silsəz kifayət edir və aşağıda Fibonacci'nin loqaritmik yox, adi. Burada quşu götürməyiniz məsləhətdir. Amma ki, qrafik, loqaritmik qrafikdə olmalıdır. Mən adətən o cür işləyirəm, o cür daha aydın olur, bazar adi qrafiklə işləmirəm. Demək ki, çəkdik Fibonacci'mizi. Burada nəyə fikir verməliyik? Burada fikir verməliyik bir nöqtəsinə. Görürsünüz. Demək ki, impuls, korreksiya, impuls oldusa, bu impuls bu bir nöqtəsini keçməli deyil. Aydındır dostlar. Bu ölçüdür. İndi onu da izah edəcəm. Götürürük. Yenidən baxın, B nöqtəsindən qoyuruq birinci nöqtəni, ikincini C nöqtəsindən, üçüncünü isə yenə də hardan ki impuls olubdur ora. Aydındır, qoyduq. Və struktur əmələ gələndə, baxın, gördük ki, biz klin strukturun əmələ gəlib, biz maksimumlardayıq. Biz nə edirik? Biz giriş nöqtəmizi, yəni, əgər short pozisiya açırsa, giriş nöqtəmizi bu hissələrdən, bu iki Fibonacci hissəsindən yığa bilərik. Və stopu qoymalıyıq mütləq və mütləq bir nöqtəsindən yuxarı. Çünki bir nöqtəsini keçdiysə, struktur pozulmuş sayılır. Aydın dostlar, pozulmuş sayılır. Onun üçün mütləq giriş nöqtəmiz olur. Bir nöqtəsindən yuxarı, stopumuz daha doğrusu. Stopumuz olur oradan yuxarı. Tekimiz harda olur? Tekimiz olur impulsun başlayan yerindən. Başlayan yerindən keçən dərslərimizdə keçdiyimiz kimi zakaz blokumuz əmələ gəlir. Zakaz blokunun üstündə olsa, misal üçün, baxın, bu hissədə zakaz blokumuz var. Onu indi gündəlik şamlarla bilmək olur. Onun üstündən qoymaq kifayət edər və burada 2 dənə nöqtəmiz var. Birinci nöqtəmiz bu hissədir. Gördünüz, bu hissədir. İkinci nöqtəmiz isə aşağıdır, aşağı hissəsidir. Çünki nə üçün? Klin strukturu adətən birinci gəldiyi yer bu nöqtə olur.
Burada da məsləhət görərdim. Teyki qoyasız. Demək ki, zakaz blokunun üstünə, çünki birinci gəlib zakaz blokunu test edib, qalxa bilər yenidən burada yuxarı zakaz blokuna və yaxud breaker bloka. Ona görə birinci burada, ikinci isə başlayan yerə kimi gəlir bu struktur. Ən azından birinci bu hissəyə gəlir və sonra bu. Və demək ki, bütün biz qaydaları yerinə yetirdiksə, indi canlı qrafikdə də göstərəcəm, yerinə yetirdiksə, böyük ehtimalla bu da yerinə yetmiş sayılır. Və ölçmə qaydası nəyə görə biz belə ölçürük, onu demək istəyirəm, izah eləmək istəyirəm. Baxın, bunu nə üçün ölçürük, bunu da silim, izah edəcəm tam. Demək ki, şərtlər nədir burada, dostlar, klin strukturunda? Bu dalğa, görürsünüz, birinci impuls. Korreksiya, impuls. Bax, bu dalğa ikinci dalğa. Birinci dalğadan uzun olmalı deyil. Aydın dostlar. Və bu Y dalğamız, üçüncü dalğamız, bu axırıncı. Axırıncı dalğamız isə bu C dalğasından, ikinci dalğadan hündür olmalı deyil. Aydındır. Faiz şəklində. Biz ona görə Fibonacci ilə ölçürük və stopumuzu ona uyğun qoyuruq. Və bu korreksiya dalğası, birinci dalğa, ikinci dalğa korreksiya. Görürsünüz, ikinci dalğa korreksiya, birinci dalğa korreksiyasından uzun olmalı deyil. Bu şərtlər qorunmalıdır. Bu şərtlər qorunmadısa, yəni ki, klin strukturu sayılmır. Ona görə mütləq bu şərtlərə fikir vermək lazımdır. Məsləhət görərdim dərsi bir neçə dəfə dinləyəsiniz, anlayasınız, çünki struktur anlayışı biraz çətin ola bilər birinci dəfədən. Ona görə məsləhət görərdim bir neçə dəfə dinləyəsiniz, başa düşəndən sonra tətbiq edəsiniz. Yəni bu da bir alqoritm üçün yaxşı qaydadır. İndi bunu biz real olaraq çalışacağıq, izah edək. Bitcoin üzərində izah edəcəm. Çünki kriptovalyutalarda Bitcoin ən belə normal coindir və bu hallarda işləyir. Məsələn, fond bazarında da işləyir. Euro, dollarda, qızıldır, gümüşdür. Gümüş biraz volatildir. Ona da böyük ehtimalla baxmamışam, amma ehtimal böyükdür. Yəni ki, belə böyük oyuncular olan valyutada və yaxud bir səhimdə işləyir. Ona görə biz Bitcoin-i göstərəcəm sizə. Bizim axırıncı, demək ki, hardan başlamışıq düşməyə, oradan göstərəcəm. Baxın. Demək ki, bizdə hardan başlayır? Baxın, buradan. Buradan başlayır bizdə impuls, düzdür, dostlar. Korreksiya, impuls, korreksiya, impuls, gördünüz. Bu arxası, misal üçün, biz bunu görmürük, düzdür. Biz bu hissəni görmürük, yoxdur bizdə. Biz buradayıq. Və buradan biz bilirik ki, onu da hər yerdən dostlar, yəni bilmək olmur. Biz, misal üçün, ümumi baxırıq trendə, bu şərtdir. Görür ki, trend nədir bizdə? Yuxarı doğru. Yuxarı doğrudur və trendi bilirik ki, dönmə vaxtına azalıbdır. Aydındır. Onu da təyin etmək üçün, baxın, burada da bilmiyorlardı, burada da bilmiyor. Burada, misal üçün, bayraq strukturu yaranıbdır. Burada 2 dənə yüksəklik strukturu yaranıbdır. Burada isə klin strukturu, yəni fərqli strukturlar olur hər dəfə. Amma ki, klin strukturu adətən axırıncı dalğada olur. Ona görə biz bugün bunu izah edirik ki, nə üçün nətər bilmiyorlar, trend dönür yoxsa yox. Ehtimalla. Yəni, olmaya da bilər, bəli. Amma ki, böyük ehtimalla o cür dönür. Fibonacci'ni götürürük, baxın. Birinci kölgəsindən başlayırıq. Birinci nöqtəni qoyduq, ikincini bura, düzdür. İkincini isə yendiririk aşağıya. Bura. Gördüğünüz kimi
bütün faktorlar var. Yəni ki, impuls bir nöqtəsindən yuxarı qalxmayıb. Ona görə korreksiya olur və nə edirik? Biz götürürük korreksiyadan sonra demək ki, ikinci nöqtəyə qoyuruq, maksimuma qoyuruq və yenidən çəkirik minimuma bu hissə. Və görürük ki, yenə də impuls qalxıb, buradan yuxarı qalxmayıb. Ona görə burada biraz uzaq düşür, amma yəni qayda budur. Demək ki, bizdə stopu qoyuruq ora. Bir sözlə. Baxın, gördüyünüz kimi burada izah edeyim. Baxın, niyə bu tərəf götürülmür? Çünki baxın, impuls, korreksiya, impuls bunu götürsək, korreksiya, impuls aydındır. Bu da bu hissədən yuxarı oldu. Burada V nasıl olubdur? Bunu götürsək bu cür. Bu düşüş, bu düşüşü pozur. Aydındır. Burada faiz dərəcəsindən buradakından çoxdur. Anlatabildim. Baxın, Lineykayan ölçsək də Lineykayan da ölçə bilərsiniz. Demək ki, baxın, maksimumdan götürürük minimumla kimi 12-27. Gördünüz? 12%. Buradan isə götürdük maksimumdan. Minimumla götürürük. Görürük ki, 12-83. Aydındır. Daha 12-90, 12-13. Görürsünüz, keçibdir. Amma bizdə şərt nə idi? Bizdə şərt bu dalğa bu dalğadan uzun olmalı deyil. Aydındır dostlar. Ona görə bu götürülür. Baxın, impuls, korreksiya, impuls, korreksiya, impuls. Bu tam clean strukturudur. Aydındır bu. Bu isə korreksiya olubdur. Burada trend sınıb. Aydındır. Burada da görə bilərsiniz, vizualini görə bilərsiniz. Minimum budur və minimum deşib gedib aşağı. Görürsünüz, trend davam edir. Baxın, minimum budur, gəlibdir. Dəyib keçməyibdir. Sonra minimum budur, maksimum budur, görürsünüz. Gəlib ki, burada trend sınıb və bu olubdur V-nız və retest növbəti şey. Ondan sonra impulsuna görürsünüz, yenidən düşmüşük aşağı. Yəni ki, burada da girmək olardı. Bu təsdiqdir, aydındır. Bundan uzun olmaq ki, təsdiqidir bunun ki, trend qırılıbdır. Ona görə faktorlar var, hər bir faktorlar, qaydalar yerinə yetir və biz birinci, demək ki, qeyd edədiyimiz kimi, clean strukturumuz bizim yaranıb. Birinci düşüş yerimiz haraydı? Baxın, clean'in başlayan birinci nöqtəsi, baxın, buradan çəkirəm. İkinci nöqtəsi, birinci hissə hardan başlayıbdır? Bu hissədən, görürsünüz. Bu hissədən. Nə üçün deyirəm ki, zakaz blokunu seçin, yaxşıdır, lap aşağısını götürməyin. Çünki baxın, zakaz blokundan götürsək axırıncı qırmızı şamdan, baxın, görərsiniz ki, impuls düz gəlibdir, hara dəyibdir zakaz blokuna. Ondan sonra atqat olub. Bu hissədə həmçinin. Bu hissədə həmçinin götürürük biz zakaz bloku. Solda şamın kölgəsi ilə baxırıq nə baş verib. Burada da eyni kölgəsinə dəyibdir, baxın. Görürsünüz, baxın, dəyib kölgəsinə. Həmən bu axırıncı qırmızı şamın 4 saatdır, bir günlükdə, görürsünüz. Onu gedirəm ki, teyki qoyasınız. Birinci teyk, ikinci teyk bu hissəyə. Və qlobalni isə birisi trend dönür pozisiyanı, uzun pozisiyanda saxlamaq olar. Gördüyünüz kimi burada az faiz verməkdir. Və bu nə üçün? Bu böyük faiz tutmaq üçündür. Aydın dostlar, rahat. Mesela giriş nöqtəniz buradadır, stopunuzu yendirirsiniz. Mesela impuls olub buna qoyursunuz bu hissəyə, aydındır. Və buradan impuls olsa aşağı baxırıncı ehtimalla impuls olmalıdır. Ona görə burada tam short pozisiyalara fikirləşmək lazım deyil. Ancaq buradan o tərəfə long pozisiyalar fikirləşmək lazımdır. Və qeyd edədiyim kimi, bu keçmişdən də baxsaq biz bu cür strukturlar əmələ gəlir. Baxın, keçmiş bizim vaxtımızda demək ki,
bu hissədə heç kim gözdən gözə burada qalxıbdı. Bloku test edib buradan getməyə ərzində aşağı və bu hissədə bizdə pul başladılar peçat eləməyə. Ona görə bu qalxış onun çeyində oldu. Ona görə əsas götürülür bu hissə və bu hissədən də baxsaq biz nə baş veribdi. Yəni bu fərqi yoxdur. Bu yəni ki sağ hissədə də burada da klin strukturu baxsaq vizualini görərsiniz. Klin strukturu əmələ gəlibdi. Amma burada dəqiq klin strukturu əmələ gəlib. Baxsaq belə vizualini də görərsiniz. İndi çəkim. Onda baxın. İmpuls görürsünüz. Korreksiya, impuls, korreksiya, impuls gördünüz. Yəni vizualini görə bilərsiniz ki, demək ki, klin strukturu yaranıbdır və klin strukturunda qoyurum misal üçün bu hissədən axırıncı dalğanı bilmək üçün, sonra pozisiyaya girmək üçün və qoyuruq bu hissədən görürük ki, yenə də görürük ki, bir nöqtəsinə gəlib çatmayıb. Biz həmişə necə eləyirik? Sonra buradan girdik blokdan, görürsünüz zakaz bloku bu hissədir. O zakaz blokundan retest impuls alıb aşağı blokdan görürsünüz yuxarı və bu olub lojni proboy görürsünüz. Lojni proboy amma bizdə blok bu hissədir. Aydındır. Onu deyirəm ki, blokları da qeyd eləyəndə deyirəm ki, dəqiq düşünün, dəqiq izləyin videoları, dəqiq başa düşün. Çünki dəqiq başa düşməsəz bu hissədə axtarasınız siz giriş nöqtəsini. Amma görürsünüz, bizdə bu hissədir. Bu sadəcə vınasdır. Aydındır. Vınasdır. Burada short pozisiyaları, açanları, stopların yığmaq üçündür. Bu cür struktur yarananda böyük oyuncu burada likvidness yaradır. Aydındır, likvidness yarattı burada, vınıs etdi. Ondan sonra impulsla aşağı, korreksiya hara. Baxın, zakaz bloku bizdə budur. Bu hissədir. Onu görürsünüz, gördüyünüz kimi demək ki, birinci düşüş yerimiz hara oldu bizdə. Baxın, burada zakaz blokumuz var, görürsünüz. Bu hissəyə. İkinci düşüşümüz hara oldu, baxın. Buradakı zakaz blokumuz bu hissə. Görürsünüz, hətta ondan aşağı düşmüş. Gördünüz, yəni ki, birinci take bu hissə olmalıdır. İkinci hissə bu hissə. Aydın görürsünüz ki, bu hissədən sonra yenidən burada klin strukturu yaranıbdır. Yəni klin strukturu o demək deyil ki, ideal olmalıdır bu şəkildə. Və yaxud bu sezondakı yarandığı kimi, bundan öncə göstərdiyim kimi yox olmalı. Sadəcə şərtlər düzgün olmalıdır, qaydalar düzgün olmalıdır və ondan sonra biz impulsla qalxdıq, yenidən klin strukturu ilə biz düşmüş aşağı və aşağıda baxsaq biz dönüşdən, mesela Bitcoin-da gedəndə burada aşağı baxsaq burada nə əmələ gəlibdir? Burada da eyni ilə klin strukturu əmələ gəlib. Yəni hər iki halda böyük ehtimalla klin strukturu ilə qalxır. Baxın, impuls, korreksiya, impuls, korreksiya, impuls görürsünüz. Bu cür klin strukturu əmələ gəlib. Gördüyünüz kimi klin strukturudur. Görürsünüz. Baxsaq vizualini görək ki, klin strukturu. Burada da heç bir hal pozulmayıbdır. Ona görə qaydalar, şərtlər eynidir. Yəni ki, bundan bilmək olur ki, trend dönür yoxsa yox. Ona görə baxın, agresiv düşüş oldu. Həmən bilməyin, bu at qatla çıxıb gedəcək biz yuxarı həmən. Yox. Çünki böyük oyuncu yuxarıda satanda aşağıda da almaq istəyir. Ona görə almaqdan, qalxmamışdan qabaq, baxın, buradakı kimi bütün burada pozisiyada, long pozisiyada olanları vurubdur. Ondan sonra qalxış olubdur. Baxın, blok bizdə budur. Blok çıxıbdır, retest və impulsun gidiyor. O haqda da növbəti dərslərimizdə trendin dönüşü haqqında inşallah ki, dərs keçərik. Dərslər qoyarıq.
Biz bu dərsi demək ki, qrupumuzda il yarım öncədən keçmişdik. Yəqin ki, qrupdakılar da baxarlar, hatırlayarlar. Onda biz aşağılardaydık. Qalxış yox idi. Hətta burada onu müzakirə edirdik. Instruktorun burada pozisiyaları. Biz bunu görmüşdük, bunu qeyd eləmişdik. Bu qalxışdan sonra hətta biz şübhə etdik. Yəni ki, bu instruktoru olmaya bilər. Çünki bu qalxış əslində olmalı deyilik. Baxın, bu bizdə blok buradır. Buradan tez aşağı getməliydik. Ona görə burada bir şübhə yarandı. Amma görsənir ki, yenə də bizim stopumuz burada saxlasaydıq, yəni heç bir dəyişiklik baş verməyəcəkdi. Ona görə klin strukturu çox vacib strukturdur. Onu çətin olsa da çalışın, öyrənin. Bu da əlavələrdən biridir. Bazarda alver etmək üçün, yəni dönüş bilmək üçün hardan dönüş olacaqdır. O dönüşü də bilmək lazımdır. Çünki böyük time frame-də baxmaq lazımdır ki, trend haradır. Aydındır, görürsünüz, trend buradan yuxarı və buradan korreksiyamız var. Bu hal indiki halda aiddir. Demək ki, qızıla, trendinə dönməyə aşağıda böyük ehtimalla euroya, euro-dollara, euro düşməlidir. Mən böyük ehtimalla deyirəm. Çünki euronun qalxmağını laf minimumda proqnoz vermişdik. Yaxınlara ki, euronu, dolları euro çevirmək lazımdır. İndi də deyirik ki, euronu kimdə varsa dollara çevirmək vaxtıdır. Çünki onlar aşağı baxır. Bəli, ümumi qlobalini aşağı baxır. Bu qədər.